Ya Allah, xoş gördüm hər birinizi, dəyərli izləyicilərimiz. Evlərinizi məndən belə alsaz, təmir və tikintini yoxlatmadan almırsınız. Ən azından sizlərə bir məsləhətim, ev sahibinə deyin ki, gətir qardaş bu videoları və şəkilləri bir baxaq görək burada nə etmisən. Sizlərə bugün Mərdəkanda 7,2 sotun içində bu gözəlliyi təqdim eləməyə gəldim. Qiymət bilirsiniz nə qədərdir? Biraz gözləyin deyəcəm. Stadionu belə deyim də, əməlli başlı uşaqlarınız burada futbol oynaya bilər. Bu ev 250 kvadrat metr sahəsi var. Mərdəkanda Ağ ev dediyimiz. Həmən ərazinin yaxınlığında yerləşir. Gəlin hovuzunu göstərim sizlərə. 10 metr uzunluğunda, 5 metr enində, 1,60 dərinliyində daşma tipli hovuzu. Kamera xəttləri atılıb 40 kvadratlıq besitka, isti döşəməlidir. Qış aylarında da rahatlıqla əyləşə bilərsiniz. Cam balkonla örtülüb. Ehtiyat igidin yaraşığıdır deyirik. 10 tonluqda sizlər üçün su anbarı təşkil eləmişik. Kameramız deyir ki, hovuzun gözəlliyini çəkə bilmədim. Öz üçün getdi bir dənə. Kadr tutsun həyəti o tərəfdən də göstərək sizlərə. Gəlin bu evi gözünüzlə görün. Mən sizlərə məsləhət bilirəm ki, bu evi həqiqətən də almağa dəyər. Küçəsi genişdir və bağların, həyət evlərinin vazgeçilməzi olan, bax belə bir gözəl burada manqalı, yanında suyu, hətta qazı da çəkilib. Siz bu evi bir də gecə vaxtı təsəvvür eləyin. İndi burada işıqlandırma çox yüksək səviyyədədir. Sadəcə olaraq düşmür. İnşallah bir dənə də gecə çəkilişini qoyacağım sizlər üçün. Gəlin də evin daxili ilə tanışalaq. Girişini gördünüz. Hal-hazırda da sizlərə 50 kvadratlıq zalını göstərirəm. Möhtəşəm bir mənzərəsi var. Sadəcə olaraq pərdələr bağlıdır. İstifadə eləyə biləcəyi ümumi sanitar qovşağı. 30 kvadratlıq mətbəxi, bir dənə mətbəx mebeli qoyulacaq müştərinin zövqünə görə. Yataq otağı, daxilində dolabı və sanitar qovşağı. Tavanın hündürlüyü 3,60, qapıların hündürlüyü 2,80. Bu da bizim ikinci yataq otağımız. Üçüncü yataq otağımız renk tonları mükəmməldir. Divarda emulsiyadan, boyadan istifadə olunub. İstədiyiniz bir rəngə dəyişə bilərsiniz. Təbii ki, zövqlər müxtəlifdir. Burada da sonuncu yataq otağı və özünün qardırobu və sanitar qovşağı bu yataq otağı üstündə qırğın gedəcək. Qiymət 685 min manat. Əgər evlərinizi satırsınızsa bizə rahatlıqla müraciət edə bilərsiniz. Məndən güclüsünü tapmayacaqsınız zaten.